Görüm Rəbb nə gözəl deyir. Deyir, nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər. Çünki vaxt yaxındır. Görüm, biz bəxtiyarıq həqiqətən də. Biz Rəbbin kəlamını paylaşırıq. Biz Rəbbin kəlamı ilə bölüşürük. Biz Rəbbin kəlamı ilə böyüməyə çalışırıq. Biz Rəbbin bizə vəd elədiyi bu peyğəmbərlikləri bir-birimizə oxuyaraq, bir-birimizə izah eləyərək Rəbbin yollarında möhkəmlənməyə, Rəbbin yazıldığı hər bir kəlməyə riayət etməyə çalışan biriləriyik və biz həqiqətən də Rəbbin səltənətində bəxtiyarıq. Biz burada kəlamla paylaşaraq, bir-birimizə dəstək olaraq, bir-birimizə əl tutaraq, bir-birimizlə kəlamları bölüşərək, bir-birimizlə aldığımız vəhlərlə bölüşərək biz böyüyürük. Min şükür olsun buna görə. Qoy Rəbbin ehtişamı hər birinizin həyatında bərqərar olsun. Qoy hər birimiz heç bir çətinliyə baxmayaraq, elədiyimiz səhvlərdə təməl salmayaraq qabağa gedə bilək. Bəzən elədiyimiz səhvlər bizi o qədər arxaya çəkir və biz o səhvlərin içindən çıxmaq istəmirik. Biz o səhvləri etiraf eləyərək o köhnə geyimi üzərimizdən atmaq istəmirik və o köhnəliklə yeniliyə getmək istəyirik və amma bu cürnə alınmır. Rəbbin səltənəti bu cürnə qəbul eləmir. Biz gərək köhnəliyi ataq. Bir çox imamlar fikirləşir ki, mən tutalım da bir məsələ olaraq deyirəm. Mənim ağzımda pis söyüş var və mən kimisə söydüm, sonra getdim tövbə elədim. Bir saat üstündən keçdi, kiməsə istədim, bir də söydüm, bir də tövbə elədim. Bir də söydüm, bir də tövbə elədim. Bu tövbə deyil. İnanın, bu tövbə deyil. Kəlam hər zaman deyir ki, Rəbbə layiq tövbə gətirin. Rəbbə layiq tövbə nə deməkdir? O deməkdir ki, mən bir dəfə kəsib tulladımsa, bir də onu geri götürmürəm. Yəni ki, necə ki, bir əməliyyat olduqda, şişi həkim götürüb atdıqda, yəni ki, kəsib atdıqda, o yenidən o şişi sənin içinə qoymur. O şiş bir də ondan əmələ gəlir ki, sən düzgün həyat sürmədikdə, düzgün diyeta saxlamadıqda, düzgün müalicə eləmədikdə. Baxın, eynən, baxın, bizim həyat tərzi də belədir. Tövbə bir dəfə olunur. Biz hər dəfə tövbə eləyə bilmərik. Səhv biz eləyəcək, ömrümüzün axırına kimi biz yıxılacaq, qalxacaq, bir körpə olaraq Rəbbin qarşısına gələcək. Bunu Rəbb bilir. Bilirsiniz, Rəbb o bugünlə yaşayan deyil. O bizim ta son nəfəsimizə qədər biz nə edəcəksə, harada yıxılacaq, harada səhv eləyəcək, hər bir şeyi bilərəkdən artıq bizi o sevdi və dirilər kitabına yazdı. Necə ki, məsələn, baxın, biz valideynlər uşağa, məsələn, nəsə veririk, biz bilirik ki, onsuz da bunu sındıracaq. Amma o iqruşqanı ömür boyu özümüzdə saxlayaraq o uşağa bir şey öyrədə bilmərik. O bir dəfə sındıracaq, iki dəfə sındıracaq, üçüncü səfər sındıracaq, dördüncü səfər deyəcək ki, yox, mən sındırmıram. Eynən də biz beləyik. Bilirsiniz, yıxıla-yıxıla öyrənirik. Yıxılırıq, dururuq, yıxılırıq, dəyirik, bilirik ki, bir də bu tindən keçmək olmaz, yenə də bu tinə dəyəcək, yenə də əlimiz, ayağımız göyərəcək. Eynən belə. Biz səhv eləyəcəyik, bu düzdür. Amma ki, bəzən biz o səhvləri həyatımızın təməlinə çeviririk və o təməl üzərində başlayırıq hər şeyi qurmağa. Bəzən biz insanlar həqiqətən də keçmişdə yaşayırıq. Keçmişdə belə oldu, keçmişdə elə oldu, keçmişdə belə idi. Keçmiş qaldı keçmişdə. Kəlam deyir ki, nə keçmişdə qalma, nə də ki, önə get. Bugünü yaşa, bugünün xeyir-duaları ilə qidalan, bugünün kəlamı ilə qidalan, bugünün sözü ilə qidalan, bugün sənə Rəbb nə hazırladısa onu qəbul eləyərək şükranlar elə. Sabahsı gün özü haqqında öz qayğısını özü çəkəcəkdir. Bunu kəlam deyir. Yəni ki, bizə sabah nə olacaqsa bilmək vacib deyil. Və yaxud da keçmişdə belə idi, yaxşı idi, və yaxud da keçmişdə məni belə elədilər, elə elədilər. Onunla yaşayaraq biz heç vaxt irəli gedə bilmərik.
Yenə də deyirəm, dünənki gün qaldı dünəndə. Sabahsı gün nə olacaqsa heç kəs bilmir. Bu günümüz var, indimiz var. Bu indini biz elə yaşamalıyıq ki, həm Rəbbi izzətləndirə bilək, həm özümüz sevinc içində yaşaya bilək, həm də ki, bizim ətrafımızda olan insanlara məhəbbət bəxş eləyə bilək. Bu gün var, indi var. Sabah, 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 sabah da indi olur. Ona görə də Rəbb həqiqətən də xeyir-dua versin. Hər bir günümüzə xeyir-dua versin. Hər bir saniyəmizə xeyir-dua versin. Bu günü ilə yaşayaq. Kəlam deyir ki, mömin 7 dəfə yıxılar və 7 dəfə də ayağa qalxar. Niyə? Çünki onu hər şeydən təmizləyərək, hər şeyi bir kənara çəkərək sevən Rəbbi var. O Rəbb onu hər zaman qaldıracaq. Nə vaxt ki, biz Rəbdən yapışacağıq. İnsanlardan deyil, iblisdən deyil. Nə vaxt ki, Rəbdən yapışacağıq. Amma nə qədər ki, biz çox Rəbbə bağlanırıq, nə qədər ki, biz nəyimiz varsa Rəbbə həvalə eləyiriksə, inanın, onlar, o işıq səni o qədər doldurur ki, o içində olan qaranlıq özü-özlüyündən gedir artıq. Ona görə min şükür olsun ki, həqiqətən də bu günümüz var. Bu günümüzdə Rəbbimiz var. Min şükürlər olsun ki, Rəbb bizi xilas elədi. Rəbb bizim ürəyimizi açdı ki, biz onu eşidə bilək, görə bilək. Biz onu duya bilək. Min şükürlər olsun ki, bugünə, biz bugün varıq, biz buradayıq. Biz onu tanıyırıq, biz ondan ünsiyyət qura bilirik, biz ona izzət verə bilirik. Min şükürlər olsun ki, bizi Rəbb buna layiq gördü. Yəni ki, yenə də deyirəm, milyonlarla, milyardlarla insanlar var. Onlar bəlkə Rəbbi tanıyırlar, amma heç də Rəbbin izzətində yaşamırlar. Min şükürlər olsun. Biz hər bir vəziyyətdə, hər bir sevincimizdə də, kədərimizdə də Rəbbin ətəyindən yapışmışıq və Rəbb bizi hər zaman işıqlığa doğru yönəldir, hər zaman işıqlığa doğru aparır, bizə düzgün nə olduğunu göstərir. Min şükürlər olsun.